Salam dəyərli müəllimlər. Mən kurikulum üzrə təlimçi Aqil Fəthullayev. Hər birinizi xoş gördük. Söz verdiyimiz kimi kurikulum üzrə video izahlarımız ardıcıl və sistemli olaraq YouTube kanalımıza yerləşdirilir. Videolardan anında xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olaraq bildirişləri aktivləşdirməyiniz kifayətdir. Eləcə də mövzuları izlədikdən sonra möhkəmləndirmək üçün aşağıda R bölməsində eləcə də izah hissəsində bərkidilmiş Telegram linki ilə daxil olaraq testləri işləyərək biliklərinizi möhkəmləndirə bilərsiniz. Və videolarımızı ətrafınızda hazırlaşan müəllimlərə göndərərək onların da dərslərdən yararlanmasını təmin edə bilərsiniz. Eləcə də əyani və onlayn dərslərimizə, ödənişli dərslərə qoşulmaq üçün 070 346 44 69 nömrəsi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərsiniz. İndi isə keçək mövzumuza. Mövzumuz Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları mövzusudur ki, ümumi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanının, yəni Təhsil Nazirliyinin müəyyən etdiyi qurum tərəfindən hazırlanır və onun qüvvədə olma müddətini də həmin qurum müəyyən edəcək. Minimum 5 il müddətində qüvvədə olmalıdır. Bəs hansı bəndlər var? Bizim toxunacağımız əsas məsələlər nələrdir? İlk öncə ümumi təhsilin dövlət standartlarından deyəcəyimiz, başlayacağımız izah ümumi təhsilin məzmunudur. Ümumi təhsilin məzmunu nədir? Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin və dövlətin dövrə uyğun sosial sifarişini, maraq və tələbatlarını nəzərə alaraq hazırlanır. Yəni, məzmun anlayışından xəbəriniz var sizin. Kurikulumun tərifində nə deyirdi? Məzmunu, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələlər özündə əks etdirən konseptual sənəddir. Orada məzmun nə idi? Bizim şagirdlərə öyrətdiyimiz və yaxud şagirdlərin bizdən öyrəndiyi. Düşünün ki, o məzmunun içərisində nələr olmalıdır, onu bizə deyir. Fərdin, cəmiyyətin və dövlətin dövrə uyğun sosial sifarişlərini, maraq və tələbatlarını nəzərə alaraq məlumatları daxil etmək lazımdır. Daha sonra bunun üçün biz şagirdlərin yaş xüsusiyyətini, psixoloji və fizioloji xüsusiyyətlərini hər birini nəzərə almalıyıq və məzmuna nələri daxil etmək olar, nələri daxil etmək olmaz hissəsinə baxdıqda isə biz kitabda axtaracaqsınız 2.3-cü bənd daxil olunmayanlardır. Təbii, əksi olan bütün məlumatlarda daxil olunanlardır ki, mən onları sizin üçün sayacağım. Orada məzmunu nəyi əlavə edə bilməliyiniz? Məsələn, məzmunu ağırlaşdıran ikinci dərəcə. Daha sonra elmi cəhətdən təsdiqini tapmayan, tərbiyəvi xarakter daşımayan, məsələn, praktik bacarıqları özündə əks etdirməyən, milli bəşəri dəyərləri əks etdirməyən və s. və ilaxır. Yəni, baxın, mənfiləri yazırıq bura. Bunları əlavə etmək olmaz. İkinci dərəcəli, elmi cəhətdən təsdiqini tapmayan, məzmunu ağırlaşdıran, milli bəşəri dəyərlərə zidd olan, daha sonra məzmunu ağırlaşdıran məlumatları, tərbiyəvi xarakteri daşımayan məlumatları ora əlavə etmək olmaz. Bax, bunlar 2.3-cü bənddə göstərilir ki, məzmuna bunları əlavə etmək olmaz. Nəyə əlavə edəcəyik? Zəruri nəzəri biliklər, amma yalnız nəzəri biliklər deyil. Bu nəzəri biliklər tətbiqi xarakter daşımalıdır. Yəni, praktikada icra oluna bilən olmalıdır. Tətbiqi xarakter daşıması ilə bərabər, eləcə də milli bəşəri dəyərləri inkişaf etdirməli və şəxsiyyəti inkişaf etdirən məlumatlar olmalıdır. Yəni, bunların hamısını nəzərə alıb ümumi bir məlumatı biz dərsliyimizə daxil edə bilərik. Belə düşünək. Ümumi təhsilin məzmununda söhbət bundan gedir. Nələri əlavə edə bilərik və nələri əlavə edə bilmərik. Əlavə olaraq mən bu dərsdə sizə danışacağım. Bəs ümumi təhsilin məzmunu hansı prinsiplər üzərində qurulacaq? Ümumi təhsilin məzmunu 6 prinsip üzərində qurulur. Bunlardan 4-ün ilk dərs keçmişsiniz siz. Hansı ki, şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, integrativlik. Bu 4-ün keçmişsiniz, artıq ilk dərsində bunların izahı verilib. Onun üçün bunlar üzərində danışmırıq. Bir də var dünyəvilik. Bir də varislik prinsipləri var. Bunlar haqqında danışaq. Dünyəvilik prinsipi odur ki, ümumi təhsildə biz baxsaq ki, din tədris olunmur. Dini elmlər tədris olunmur. Yalnız dünyəvi elmlər tədris olunur.
Ona görə məzmun dünyəvi elmlər üzərində qurulacaq. Dinin bura daxil edilməsi icazə verilmir. Varislik prinsipi isə varislik belədir. Məsələn, mən ibtidaini bitirirəm. İbtidaini bitirdikdən sonra ibtidaidə qazandığım bilik bacarıq əsasında ümumi orta təhsilə, yəni 5-ci sinif 6, 7, 8, 9 o təhsil, daha sonra 9-u bitirdikdən sonra 9 illik həmin təhsil əsasında 10-11-ci sinif və yaxud o bacarıqla, biliklə 10-11-ci sinifə keçmiş oluram. Yəni 9-da buraxılış imtahanını verirəm, 9-a qədər olan. O buraxılış imtahanı əsasında mən artıq 10-11-ci siniflərin sinifə keçə bilirəm. Və yaxud 11-ci sinifə keçirəm və yaxud 11-ci sinif bitirdikdən sonra imtahan verirəm. Həmin imtahan nəticəsində universitetə, ali təhsil müəssisəsinə keçə bilirəm. Artıq daxil ola bilirəm. Bu varislik prinsipi burada gözlənilir. Desəz, ali təhsilin içərisində səviyyələr arasında bakalavriatın imtahanı ilə magistra girmək olmur. Razıyam, biz ümumi təhsildən danışırıq. Varislik prinsipi əsasında qurulacaq. Yəni, buradakı məzmun ali təhsilə keçməyimizə icazə verir. Yəni, burada öyrəndiyimizdən imtahan verib ora keçə bilirik. Varislik budur. Bir öncəkinin üzərində növbəti səviyyə və yaxud pillə dayanır. Bu da olacaq varislik prinsipinin izahı. Məzmunda bu da nəzərə alınır. Əvvəlki, sonraki üçün bazar rolunu oynayır. Biz ümumi təhsilin məzmunu ilə bağlı bütün məlumatları danışdıq. Təbii bunları saxlayıb izləyə bilərsiniz, qeydlər götürə bilərsiniz. Çətin məlumatlar deyil. Bu hissəsi asandır. Sadəcə prinsiplər hissəsindən danışdıqda orada situasiyaların üzərində daha çox dayanacaq. O da çətin deyil. Diqqətli olduqda yadımızda qalacaq. 2. Ümumi təhsilin idarə olunması. Ümumi təhsilin idarə olunması dedikdə biz demokratiklik, şəffaflıq, sistemli yaratmaqdan ötürü ümumi təhsili səmərəli formada idarə etmək üçün prinsiplər əsasında qurulur. Və idarə edən şəxs kimdir? Ali idarə etmə orqanı hansıdır? Bunları bilək. Birinci, məktəbi təhsil müəssisələrinin məktəbi kim idarə edir? Qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında vəzifəyə təyin olunan direktorlar. Bəs ali idarə edici orqan nədir? Pedaqoji şura. Yəni, yalnız pedaqoji şuradırmı? Ümumi təhsildə ali idarə edici orqan olan pedaqoji şuradan başqa bir orqan yoxdur. Var. Pedaqoji şuradan başqa, məsələn, qəyyumlar şurası var, uşaq parlamenti var, valideyn komitələri var, məktəb şurası var. Yəni, bunların hər biri var. Yalnız pedaqoji şura bunların içərisində ali idarə etmə orqanıdır. Prinsiplərini sayaq. 3 prinsip əsasında idarə olunacaq ümumi təhsil müəssisəsi. Bunlardan biri olur məsuliyyətin bölüşdürülməsi, 2. Hesabatlılıq, 3. İnkişafın monitorinqi. Məsuliyyətin bölüşdürülməsi nədir? Demokratiklik, şəffaflıq və sistemli yaratmaqdan ötürü məsuliyyət müəyyən qurumlar arasında bölüşdürülür. Məsələn, idarə edən kimdir? Direktor. O müəssisə kimə tabidir? Sektora, rayon və yaxud şəhər sektorlarına. Bəs sektorlar kimə tabidir? Regionallara, regional təhsil nazirliyinə. Baxın, məsuliyyət bu formada bölüşdürülüb. Əlavə olaraq, hətta məktəbin içərisində baxsaz belə direktordan sonra müavinlər və hətta sinif rəhbəri, hətta qeyri-rəsmi sinif nümayəndələri, şagirdlər. Yəni, məsuliyyət bölüşdürülüb ki, demokratiklik, şəffaflıq və sistemlilik olsun. 2. Həmin məsuliyyətin bölüşdürülməsi hesabat vermə yolu ilə həyata keçirilir. Yəni, idarə etmədə iştirak edən şəxslər bir-birinə hesabat verməsi yolu ilə idarəçilik həyata keçiriləcək. 3. İnkişafın monitorinqi. Monitorinq dedikdə yalnız izləyirik, müşahidə aparırıq və inkişaf dinamikanı sadəcə izləyirik. Burada dedik, hər birinin peşəkarlıq səviyyəsinin dinamikası izlənilir və perspektivlər müəyyənləşdirilir. Nə sualınız olsa, rəy bölməsində qeyd edirsiniz, suallar cavablandırılacaq. 3 və 4-ü isə birlikdə izahını verəcəm. 3-cü və 4-cü bəndimiz 3. Ümumi təhsilin maddi, texniki, tədris bazası. 4-cü bəndimiz isə ümumi təhsilin infrastrukturu. Ən sadə formada yadda saxlamaq belə olacaq ki, ümumi təhsilin maddi, texniki, tədris bazası dedikdə daşına bilən bütün əmlakları nəzərdə tuturuq. Yəni, daşına bilən nə varsa
Bu olur maddi texniki tədris bazası. Daşına bilməyən əmlakçılar isə infrastruktura aid olur. Daşına bilən əmlakçılar nədir? Stol, partalar, daşına bilən sökülüb aparıla biləcək hər şeylər. Laboratoriya avadanlıqları, bufet, yeməkxana avadanlıqları, akt zalının içərisində olan nədir? Stollar düzülübdür, stollar var. Onlar hər biri kitabxananın içərisindəki rəflər, kitablar hər biri. Yəni daşına bilən nə varsa olacaq maddi texniki tədris bazası. İndi daşına bilməyən nədir? Binanın özü, yerləşdiyi sahə, ərazi, köməkçi binalar, yaşa obyektləri və binanın içərisində istilik, su, elektrik, internet xidməti. İndi mən burada elektrik deyirəm. Elektrik dedikdə bu yanan spotu, lampanı nəzərdə tutmuruq biz. Biz o zaman nəzərdə tutduğumuz sistem olaraq bütün məktəbi əhatə edən sistemdir. Hansı ki, biz indi məktəbi dəyişirik, başqa bir binaya keçirik, onun içərisindəki otoq sistemini sökə bilmərik, bütün məktəb dağıdılmalıdır o zaman. Ona görə internet, su, istilik, elektrik xidmətləri hər biri olacaq infrastruktura daxil. Pedaqoji kadrlarla təminat. Yəni müəllim özü infrastrukturdur, yoxsa maddi texniki tədris bazasıdır. Bunu da yadda saxlayaq ki, müəllim infrastruktura daxildir. Yəni mən daxil olduğum məktəbin infrastrukturu sayılıram. Və oranın tarix müəllimiyəm. Mən bugün istəyirəm bu məktəbdə, sabah gedim o birisi məktəbdə belə bir şey yoxdur. İşdən azad olunmalıyım, imtahanda iştirak etməliyim. Əgər o məktəb vakansiya çıxarıbsa və o balı yığmışamsa düşə bilərəm. Ona görə də biz həmin məktəbdə infrastruktur sayılır. İnfrastruktur bu. Maddi texniki tədris bazasında və infrastrukturda qarşıdıracağınız bir məqam var. Məsələn, var sadə idman meydançası, bir də idman zalı. İdman zalı böyük bir otaq olsun, yüksəkliyi də ona uyğundursa, getdim xəttləri çəkdim orada və xətti çəkdikdən sonra mən setkanı quraşdırdım, oldu voleybol zalı, idman zalı. Bir də var, həyətdə böyük bir sahəmiz var. Orada da artıq setkamızı çəkdik, çəpərimizi çəkdik ora. Oldu bizim üçün sadə idman meydançası. İndi mən məktəbi dəyişdikdə, əgər bunun idman zalının içərisində, yəni otağın içərisində olan bütün ləvazimatları başqa bir yerə daşıya bilirəm. Amma həyətdəki o torpaq sahəsini heç bir yerə apara bilmirəm. Həmin o torpaq sahəsi olacaq infrastruktur. Amma içəridəki o idman zalı olacaq maddi texniki tədris bazası. Baxın, yeməkxanalar da bura aiddir, maddi texniki tədris bazası. Akt zalıdır. Çünki həmin o böyük otaqdan setkaları çıxarıb, stulları düzürəm və ora bir kürsü yerləşdiririm, olur akt zalı. Və yaxud onları götürüb laboratoriya avadanlıqları qoyuram, olur laboratoriya, yenə maddi texniki tədris bazası. Onları çıxarıb içəri rəflər düzürəm, olur kitabxana. Kitabxana rəflərini çıxarıb yeməkxana ləvazimatlarını yerləşdirir, olur yeməkxana. Yəni, daşına bilənlər maddi texniki tədris bazasında orada diqqət edir. Sadə idman meydançası olur, infrastruktur, idman zalı olacaq, maddi texniki tədris bazası. 3 və 4 ilə bağlı deyəcəyimiz məlumat bu qədər. 5-ci və 6-cı bəndlər. 5-ci bənddə olacaq təhsil verənlərin, müəllimlərin keyfiyyət göstəriciləri. Yəni, biz müəllim kimi hansı keyfiyyət göstəricilərinə sahib olmalıyıq, onlara fikir verək. İlk öncə kimlər təhsil verəndir, bunu bilək. Əvvəlki dərsdə maddə 27-də bunu öyrənmişdik. Yəni, kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər? Biz müəllimlər, pedaqoji ixtisaslı kadrlar, bir də ali təhsilli mütəxəssislər. Bunların hər biri tədris edəcəyi fənni dövrün tələbinə uyğun olaraq, yəni həm elmi, həm pedaqoji səviyyədə bilməlidir. Birinci bunu öz ixtisasını dövrün tələbinə uyğun elmi və pedaqoji səviyyədə bilməlidir. Olur bilsin, ucqar bir dağ kəndinə düşmüşük. Orada bizim ixtisasa yaxın olan bir fənnin müəllimi yoxdur. Dərs boş qalmayacağına görə o fənni biz özümüz tədris etməyə bacarmalıyıq. Yəni, öz ixtisasımıza yaxın olan fənləri də tədris etməyə bacarmalıyıq. Yenilikçi, yəni araşdırmaçı, tədqiqatçı, sağlam rəqabət, ictimaiyyətdə hörmətə, nüfuza sahib olmaq, uşaqlarla həssas ünsiyyət qurmaq bacarığına sahib olmaq, əxlaqi mənəvi dəyərlərə sahib olmaq, əməkdaşlıq, tədqiqatçılıq bacarıqlarına sahib olmaq kimi xüsusiyyətlərdə keyfiyyət göstəricilərimiz sırasında olmalıdır. Bunu da yadda saxlayaq. O olur bizim keyfiyyət göstəricilərimiz. Sonuncusu da təhsil alanların bilik, bacarıq və
vərdişlərinin səviyyəsidir ki, bununla bağlı xüsusi bir izah yoxdur. Amma qarşımıza bəzən test çıxır ki, bacarıq vərdişə əsaslanır, yoxsa vərdiş bacarığa əsaslanır və ya bilik bacarığa əsaslanır və s. Buna aydınlıq gətirək. Bilik, bacarıq və vərdiş nədir? Bilik mənim hafizəmdə olan və dərk etdiyim məlumatdır və hafizəmdə olduğu kimi qalır. Bunu bilirəm. Yəni, yeməyin necə bişirildiyini bilirəm. Bişirmirəm, əzbər bilirəm. Bu oldu bilik. Getdim mətbəxdə, onu başladım, kəsdim, doğradım, bişirdim və s. Bunu etdim. Ne etdim? Bildiyimi icra etdim burada. Bu olacaq bacarıq. Bunu dəfələrlə təkrarladım. Artıq avtomatikləşdi. Düşünülmədən icra oluna bildi. Bu da oldu vərdiş. Biz ardıcılığa baxaq. Bildim, bildiyimi icra edə bildim. Bacarıq oldu. Deməli, bacarıq biliyə əsaslanır. Bacardığımı dəfələrlə icra etdim, vərdiş oldu. Vərdişdə bacarığa əsaslandı. Əsaslanmağın buradan tapa bilərsiniz. Dövlət standartları ilə bağlı verəcəyimiz ilk izah bu qədərdir. Səriştələr bundan sonraki izahdadır. Digər izahda da ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərin izahını verəcəyik. Ən vacib hissəsi səriştələr və onlara hökmən diqqət yetirirsiniz. Dediyimiz kimi video izahlar sistemli olaraq kanalımızda paylaşılır. Siz ətrafda olan müəllimlərin də video izahlardan yararlanması üçün izahlarımızı paylaşıb xəbərdar edə bilərsiniz. Eləcə də biliyinizi möhkəmləndirmək üçün aşağıda paylaşılmış Telegram linkimizə daxil olaraq testləri işləyib biliyi möhkəmləndirə bilərsiniz. Hər hansı bir suallarınız olsa, rəy bölməsində qeyd edin. Mən özüm birbaşa cavablandıracağım suallarınızı, təklifləriniz olsa dəyərləndirib yerinə yetirməyə çalışacağıq. Əgər və onlayn dərslərimizlə bağlı maraqlanmaq istəsəz 070 346 44 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, Allah amanında qalın.